Elektrik yükü. Nöqtə elektrik sahəsi. Bu bizim sayca 15-ci mövzumuzdur, bölməmizdir. Bu bölmənin birinci dərsi elektrik yükü və onun xassələridir. Elektrik yükü və onun xassələri. Elektrik yükü və onun xassələri. Elektrik yükü Q hərfi ilə işarə olunur. Vahidi kulondur. Kulonun açışı amper vur saniyədir. Yəni əsas vahid deyil. Çünki əsas vahidlərlə ifadəsi var. Elektrik yükü skalyar kəmiyyətdir. Skalyar kəmiyyətdir. Təbiətdə elektrik yükünün şərti olaraq iki qrupa ayrıblar. Bir müsbət elektrik yükü, digəri isə mənfi elektrik yükü. Mənfi elektrik yükü. Qaydaya görə müsbət elektrik yükləri mənfi elektrik yüklərini və ya mənfi elektrik yükü müsbət elektrik yükləri özünə cəzb edir. Yəni, amma eyni adda yüklərsə bir-birini dəf edir. Tutaq ki, burada müsbətdir. Baxın, burada müsbət yük var. Bu tərəfdə də bir dənə müsbət yük var. Onda bunlar bir-birindən aralanar. Yəni, bunlar bir-birini dəf edərlər. Çünki eyni işarəli yüklərdir. Və ya ikisi də mənfidir deyək. İkisi də mənfidir deyək. Onda bunlar yenə bir-birindən aralanarlar. Amma biri müsbət, digəri mənfi olduğu zaman bu yüklər bir-birinə doğru cəzb olunarlar. Deməli, eyni işarəli yüklər bir-birinə doğru üzr istəyirəm, eyni işarəli yüklər bir-birini dəf edir. Əks işarəli yüklər isə bir-birini cəzb edir. Ümumiyyətlə, hər hansı bir yüklənmiş cisimdə və yaxud kürədə və yaxud sferada nə qədər elektrik yükünün olduğunu, miqdarını bilmək üçün yükün diskretlik qanunundan istifadə edirlər. Yükün diskretlik qanununa görə elektrik yükü kəsilməz deyil, diskret qiymətlər alır. Elementar yükün tam misilləri qədər qiymət alır. Yəni, bu nə deməkdir? Bunu belə bir düsturda yazaq ki, yüklənmiş kürədə və ya cisimdə yüklənmiş kürə yazaq, sfera yazaq, fərq eləməz. Kürədə olan yükün miqdarı bu düsturla hesablanır. Q bərabərdir plus minus N-Y. Burada N elektronların sayıdır. N burada elektronların sayıdır. Y isə təbiətdə mövcud olan ən kiçik elementar yükdür. Ən kiçik yükę malikdir və adı belə gedir. Elementar yük. Elementar yükdür. Bu düstura bəzən yükün diskretlik qanunu da deyirlər. Və sözlə belə ifadə olunur. Elektrik yükü kəsilməz deyil, diskret qiymətlər alır. Və elektrik yükün miqdarı elementar yükün tam misillərinə bərabərdir.
İndi nə zaman üstəgəl olur, nə zaman çıx olur? Əgər bir nəsnədən və yaxud bir kürədən elektron qopub o kürəni tərk edibsə, baxın şəkildən göstərirəm ki, elektron bu kürəni tərk edib. Onda həmin o kürə müsbət yüklənər və düstur bu düsturla hesablanır. Q bərabər plus eniyi və yaxud hər hansı bir kürə özünə əlavə elektron birləşdirərsə, onda burada elektron artıqlığı yaranır. Onda burada Q bərabər olar mənfi eniyi. Bunlara diqqət eləmək lazımdır. Y-nin qiyməti də var. Y-nin qiyməti məsələ həllində mənfi 1,6, 10 üstü mənfi 19 klon olaraq qəbul edəcəyik. Bunlar biləndən sonra biz atomdan biraz danışa bilərik. Çünki bizim qarşımıza atomla bağlı suallar da çıxacaq bu bölmədə. Atom kimya oxuyanlar bilir. Müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən yaxud fırlanan mənfi yüklü elektronlardan ibarət elektroneytral bir sistemdir. Atom nədən ibarətdir? Nüvədən ibarətdir. Üstəgəl elektron. Nüvə özü isə proton və neytrondan ibarətdir. İndi təsəvvürlərə görə biz burada atomun bir modelini çəkə bilərik. Baxın, tutaq ki, bu atomdur və onun daxilində nüvə var və ətrafında elektron fırlanır. Burada da nüvədir. Yəni, bunun adı elektrondur. Bunun adı nüvədir. Və nüvənin tərkibində də təbii ki, proton, neytron var. İstəyirsiniz bunu da bir boşla göstərək. Və yumru boş cisim var. O da olsun neytron. Üstəgəl qoyduğumuz da olsun proton. Və belə. Şərti olaraq qəbul olunub ki, proton müsbət olsun, elektron mənfi olsun, neytronun isə yükü yoxdur. Bunları ard-arda yazaq. Yazaq proton, sonra yazaq elektron və sonra yazaq neytron. Deməli, protonun yükü müsbət y-yə bərabərdir. Yəni, müsbət 1,6 üstü mənfi 19 kuluna bərabərdir. Elektronun yükü mənfi elementar yükə malikdir. Neytron isə adından da məlum olduğu kimi yüksüz zərrəcikdir. Yəni, neytronun yükü yoxdur. Və neytral atomda elektronların sayı n elektron protonların sayına bərabər olur hər zaman. Nüvənin yükünü, hər hansı bir elementin nüvəsinin yükünü bilmək üçün nüvənin yükü bu düsturla hesablanır. Q nüvə bərabərdir ZY. Z nədir? Z burada elementin sıra nömrəsidir. Elementin sıra nömrəsi. Məsəl üçün, mən sizə deyirəm. Litium elementi 3,7-dir. Bunun sıra nömrəsi 3-dür. Yəni, sol aşağı indeksdə olan sıra nömrəsidir. Onda bu litiumun nüvəsinin yükü nə qədərdir sizə sorsalar, deyəsiniz ki, 3Y. Özdə müsbət. Nüvə həmişə müsbət yüklü olur bu arada. O da deyim sizə. İndi atom adi halda neytraldır və atom ola bilər ki, elektron alsın. Atom ola bilər ki, elektron versin. Və
biz bunu iyon adlandıracağıq. Atom elektron alarsa və ya verərsə, çevrildiyi hissəciyə biz iyon deyəcəyik. İndi bir modeller olarak bunları biz atom fizikasına bir daha keçəcəyik, amma eybi yoxdur. Test keçməyin bir ziyanı yoxdur. Burada mən bir hidrogen atomu modelini göstərməliyəm. İndi bu arada deyim ki, siz ilk üç elementin formulunu bilməlisiniz. Yəni da dim deməyəcək ki, bu informatikadır, bu kimyadır, ona baxmayacaq. Mesela burada gördüğünüz belə deyək də bir model hidrogen atomunun modelidir. Hidrogen atomu. Buraya yazıram hidrogen atomu. Helyum ise helyum 2,4 yazılır. Bilenler bilir. Helyum 2,4 şeklinde yazılır. Yani bunun iki tane protonu olur. Helyumun iki tane neytronu olur. Ve xarici elektron təbəqəsində hərəkət edən iki tane de elektron olur. Bakın iki tane de elektronu burada qeyd eləyirəm. Bunun da adı oldu helyum atomu. Atomla iyonu necə fərqləndirə biləcəksiniz? Əgər elektronların sayı protonların sayına bərabərsə o atomdur. Fərqlidirsə iyondur. Əgər müsbətlərin sayı mənfilərin sayından çoxsa müsbət iyondur. Yox, əgər mənfilərin sayı müsbətlərdən sayından çox olsa, bu mənfi iyondur. Hal-hazırdakı helyum atomudur. İndi helyum iyonunu çəkəcəm sizə. Eyni şəklin kopyasını çəkəcəm. Amma burada bir elektron çatışmazlığı olacaq. Nüvə yerindədir. Nüvədən nə proton gedər, nə neytron gedər. Nüvə həmişə yerində qalar. Bunu yadınızdan çıxartmayın. Atomu tərk edən vəfasız elektronlardır. Baxın, burada bir elektron gedibdir. Baxın, bir elektron gedibdir. Onda bu adlanır helyum mənfi iyonu. Niyə? Üzr istəyirəm, mənfi yox, müsbət iyon. Niyə? Çünki iki protonu var, bir elektronu var. Bu müsbət iyondur. Ümumiyyətlə iyon nədir? İyon. İyon nə olur? İyon elektronlar sayı protonların sayına fərqli olanda bu iyon adlanır. Və ya başqa bir modellə desək, atomdan elektron qopanda və ya atom özünə əlavə elektron alanda çevrildiyi hissəciyə iyon deyirlər. Atom elektron itirərsə mənfi müsbət iyona, elektron qazanarsa mənfi iyona çevrilir. Bu haqda bu qədər. Yenə deyirəm, atom fizikası dərsində bu hissələrə yenidən biz qayıdacağıq. İndi mən sizə keçəcəm elektrik yükünün saxlanması qanunu və ən vacib qanunlardan biridir. Elektrik yükünün saxlanması qanunu. Yazaq. Elektrik yükünün saxlanması qanunu. Elektrik yükünün saxlanma qanunu impulsun saxlanma qanunu ilə demək olar ki, eynidir. Sadəcə bu elektrik yükü skalyar kəmiyyət olduğuna görə burada proseslər daha rahat olacaq, məsələlər daha rahat olacaq. Elektrik yükünün saxlanma qanunu rəsmi kitablarda rəsmi tərifi belədir ki, qapalı sistemdə elektrik yüklərinin cəbr cəmi sabit qalır. Yəni Q1 üstəgəl Q2 üstəgəl Qn bərabərdir konstant. Təbii ki, bundan siz bir misal həll eləyə bilmərsiniz. Bu qanunu biraz açmalıyıq, biraz daha sadələşdirməliyik. Sadəlik olmaq üçün iki kürədən danışacağıq. Bunu iki yüklü kürə üçün tətbiq edək. Yazıram bura. İki yüklü kürə üçün tətbiqini. İki yüklü kürə üçün tətbiqi. Deməli, bir kürəmiz var bizim. Elektrik yükü Q1'dir.
Digər kürəmiz də var. Bunun elektrik yükü isə Q2-dir. Aha. Bunlar toxundurmamışdan əvvəl bunların yüklərinin cəbri cəmi Q1 üstəgəl Q2 olsun. İndi bunları toxundururub və aralayırıq. Toxundurandan sonra birinci kürənin yükü olur Q1 işdirik. İkinci kürənin yükü olur Q2 işdirik. Buraya yazıram toxundurduqdan sonra. Toxunandan sonra. Onda Q1 işdirik. Üstə gəlinsin Q2 işdirik. Elektrik yükünü saxlama qanunu deyir ki bizə toxundurmamışdan əvvəlki yüklərin cəbri cəmi, yəni Q1 üstəgəl Q2 belə yazaq. Qoy ümumi yazaq, sonra Q1 Q2-yə keçərik. Hə. Toxundurmamışdan əvvəlki yüklərin cəmi toxundurduqdan sonraki yüklərin cəminə nədir? Bərabərdir. Onda Q əvvəlin yerinə mən yazacağım Q1 üstəgəl Q2. Q sonranı yerinə yazacağım Q1 iştirik üstəgəl Q2 iştirik. Bunu 3 kürə üçün də yaza bilərsiniz. Amma sadəlik üçün mən 2 kürə üçün yazıram. İndi buradan biz radiusları bərabər olan kürələr üçün elektrik yükünü saxlama qanununa baxacağıq. Yazıram ki, radiusları bərabər olan iki kürə üçün. Ən əvvəl onu deyim ki, radiusları bərabər olan kürələr üçün yükləri toxundurub ayrılandan sonra hər iki kürədə radiuslar bərabər olduğuna görə eyni miqdarda elektrik yükü ayrılır. Bunu biləsiniz. Bu kürənin radiusu R-dir, ikinci kürənin də radiusu R-dir. Amma birinci kürənin yükü Q1-dir, ikinci kürənin yükü isə Q2-dir. Onda bunları toxundurub araladıqda hər bir kürədə, yəni birinci kürədə də və ikinci kürədə də eyni miqdarda yük toplanacaq və bu düsturla hesablanacaq. Q1 üstəgəl Q2 böl 2 düsturu ilə hesablanacaq. Bu testlərdə bu düstur sizə çox lazım olacaq. Hava su kimi lazım olacaq. Və bunlardan istifadə edəcəksiniz. 3 dənə kürə olsa Q1 üstəgəl Q2 üstəgəl Q3 böl 3 yazarsınız. İndi radiusları müxtəlif olan kürələr üçün bunu biz tətbiq edək. Radiusları müxtəlif olan kürələr üçün. İndi iki kürəmiz var. Birinin radiusu R1-dir. Digərinin radiusu isə R2-dir. Uyğun olaraq ikincinin yükü Q2, birincinin yükü isə Q1-dir. Onda hər bir kürədə nə qədər elektrik yükü var? Birinci kürədə olan elektrik yükü belə tapılır. Surətdə yüklər toplanır. Q1 üstəgəl Q2. Məxrəcdə radiuslar toplanır. R1 üstəgəl R2. Vurulur. Hansının radiusu yükünü tapırıqsa onun radiusuna. Birincidə biz birincini tapırıqsa birincinin radiusuna vururuq. İkincini tapırıqsa onda Q2 iştirik bərabər olacaq. Yenə eyni şey yazırıq. Q1 üstəgəl Q2. Sonra yazırıq R1 üstəgəl R2. İkincini tapıramsa vururam ikincinin radiusuna. Bax belə. Bu da radiusları müxtəlif olan kürələr üçün elektrik yükünün saxlanması qanunu. İndi sizə cisimlərin hansı üsullarla elektrikləndirmək olar, onları sizə izah edəcəm. Mövzumuzun adı belədir, cisimlərin elektriklənməsi. Cisimlərin elektriklənməsi.
Cisimləri müxtəlif üsullarla elektrikləndirmək olar. Birinci üsul sürtünmə yolu ilədir. Sürtünmə yolu ilə. İkincisi toxunma yolu ilədir. Üçüncüsü isə toxunma olmadan. Yəni təsirlə elektriklənmə deyirlər ona. Toxunma olmadan. Yəni təsirlə elektriklənmə. Mötərizədə yazaq. Toxunma olmadan. Hı -hı. Sürtünmə yolu ilə elektriklənməni qədim Yunanlar tapıblar. Ümumiyyətlə elektrik, elektron sözü də onların sözüdür. Təcrübələr necə olub? İlk əvvəl bir neçə yüz il bundan əvvəl götürüblər ebonit çubuğu yun parçaya sürtüblər. Ebonit çubuq. İndi burada mən ebonit çubuq çəkməyə çalışacağım. Birincisi təsirlə sürtünmə ilə elektriklənməni anlatmaq üçün. Sürtünmə yolu ilə elektriklənmə. Beləliklə, yenə təkrar edirəm. Ebonit çubuğu götürüblər, sürtüblər yun parçaya. Və nə müşahidə ediblər? Müşahidə ediblər ki, və bunları ayrı-ayrı cisimlərə toxundurduqda, bunlar əks işarəli yüklər kimi özünü aparır. Və şərti olaraq qəbul ediblər ki, gəlin biz yun parçanı müsbət yüklə işarələyək. Ebonit çubuq da olsun mənfi yüklü. Belə bir şərti kəsiblər. Şüşə çubuğu ipək parçaya sürtəndə, şüşə çubuğu ipək parçaya sürtəndə, onda tam tərsini müşahidə ediblər. Şüşə çubuğu ipək parçaya sürtüblər. Bunun şəklini çəkmək istəyirəm. Bu şüşə çubuğu. Onda nə olub bilirsinizmi? İpək parça mənfi yüklənib. İpək parça mənfi yüklənib. Altından yazıram ipək parça. Şüşə çubuğu isə müsbət yüklənib. Bax belə. Bu sürtünmə ilə elektriklənmədir. Yəni məsəl üçün uşaq vaxtı yəqin ki ibtidai aşağı sinif müəllimimiz bu təcrübəni sizə eləyibdi. Götürür şarı köynəyə ya saçınızın tükünə şarı sürtürdü. Sonra o şarları bir-birinə yaxınlaşdırırdı. O şarlar ya bir-birinə cəzb olunurdu ya da bir-birindən itələnirdi. Sonra ən məşhur hansı idi? Karandaşı götürüb başımızın tükünə sürtəndən sonra onu vərəqlərə doğru nə edirdik? Dəftərin vərəqləri qırıntılarına doğru yaxınlaşdırırdıq. Bu zaman o vərəqlər ruçkaya doğru cəzb olunurdu ya da karandaşa doğru cəzb olunurdu ki, bunlar məşhur elektrik yükü dənəkləri idi, yəni təcrübələri idi. Belə sürtünmə ilə elektriklənməni keçdik. İndi biz toxunma ilə elektriklənməni keçək. Toxunma ilə elektriklənmə ən asanlarından biridir. Yazıram bura. İkinci qayda toxunma ilə elektriklənmə. Yəni toxunma burada nə var? Təmas var bir. Əgər bir neytral cisimə, əgər bir bax burada bir neytral cisim var, yüksüz cisimə hər hansı bir yüklü cisim toxundurduqda, məsəl üçün müsbət cisim, müsbət yüklənmiş bir cisimi
Həmin bu neytral cismə toxundurduqda, onda bu cismin tamamı müsbət yüklənir. Məsələn, müsbət yükləni toxundururuq. Toxundurduq. Onda bu neytral cisimdə tamamilə müsbət yüklənəcək. Yox, əgər, yenə təkrar edirəm, həmin bu neytral cismə mənfi yüklü bir cisim toxundurduqda, onda bu cismin tamamı mənfi yüklənəcək. Yəni, hansı işarəli yüklə yükləyirsənsə, cisim həmin yükün işarəsini alacaq. Bax belə, bu da toxunma ilə elektriklənmədir. Bunların üstünə yazaq neytral. Neytral. Burada yazaq neytral. Aha. İndi üçüncü qaydamız toxunma olmadan elektriklənmədir. Üçüncü qayda toxunma olmadan elektriklənmə. Toxunma olmadan elektriklənmə. Bu ən asandır və ən gözəl dərsdir. Bu dərsi çox xoşlayıram. Deməli, toxunma olmadan elektriklənməyə elektrostatik induksiya hadisəsi də deyirlər. Elektrostatik induksiya. Elektromaqnit yox ha. Elektrostatik induksiya. Elektrostatik induksiya nədir? Yüklü metal cisimlərin, yüklü cisimlərin daxilində yüklərin yenidən paylanması. Ta ki, burada bir neytral cisim var. Bu cisimə bir müsbət yüklü cisim gətiririk, yaxınlaşdırırıq. Müsbət yüklü cismi bura yaxınlaşdırırıq. Bax, ox işarəsi ilə göstərirəm ki, yəni bu buna yaxınlaşır. Onda bunu biz xəyalən iki yerə bölsək, bu cismi. Xəyalən. Buraya yazaq A ucu, buraya yazaq B ucu. Onda nə baş verəcək? Nə qədər B ucunda, A ucunda nə qədər mənfi elektron varsa, hamısı gələcək B-yə tərəf. Çünki müsbət mənfini cəzb eləyir axı. Deyə bu A-dan bütün mənfilər gəldi B-yə, onda B-də mənfi artıqlığı yarandı. Yəni B tərəf mənfi yüklənəcək. A-dan mənfilər getdiyinə görə, onda A tərəf müsbətlər qalacaq A tərəfdə. Bax, buna deyirlər təsirlə elektriklənmə. İndi birini də buradan çəkəcəm. İndi belə həmən o neytral cisimdir. Bu dəfə həmən o neytral cismin yanına mənfi yük yaxınlaşdırıram. Mənfi yük yaxınlaşdırıram. Oxla da göstərirəm ki, yəni bu buna yaxınlaşır. Yenə bunu xəyalən iki hissəyə bölürük. Buraya yazıram A tərəfi, burada yazıram B tərəfi. Mənfi mənfini itələdiyinə görə B ucunda nə qədər mənfi yük varsa, hamısı qaçacaq A-ya tərəf. Yəni A ucunda yığılacaq. Onda B ucunda müsbət yüklər qalacaq. Bax, buna deyirlər təsirlə elektriklənmə. Yəni yüklü cismin daxilində yüklər yenidən paylandı. Elektrostatik induksiya hadisəsi. Bu hadisədən ilhamlanıb elektroskopu kəşf ediblər şagirdlər. Elektroskop. Nədir elektroskop? Elektroskop cisimlərin elektriklənməsini müşahidə etmək üçün istifadə olunan cihazdır. İş prinsipi isə yüklənmiş cisimlərin qarşılıqlı təsirinə əsaslanır. Elektroskopla bağlı bir sıra qaydalar var. Onların mən ən məşhurunu sizə deyəcəm.
Dim topluda da buna aid sual var. 2018'in DİM sınaq imtahanında və 2023-ün DİM qəbul imtahanında həmin elektroskopla bağlı sual düşmüşdü. Yazırıq elektroskop. Skopya müşahidə edirəm deməkdir. Elektroskop da elə bir cisimdə elektrik yükünün olub olmadığını müşahidə etmək üçündür. Bir yükdə, bir cisimdə elektrik yükü olub olmadığını müşahidə etmək üçündür. Elektroskop nədir? Nədən ibarətdir? Havası sorulmuş bir şüşə balondan ibarətdir. Yaxşı çəkənmədim. Aha. Bunun dielektrik oturacağı vardır. Yəni elektrik olmayan oturacağı vardır. Belə bir çubuğu var şagirdlər. Belə bir çubuq. Çubuğun başında kürə formasında buna elektroskopun kürəsi də deyirlər. Və ya köhnə kitablarda elektroskopun topuzu da deyirdilər. Kürəsi indiki kitablarda kürəsidir. Və elektroskopun vərəqləri var. Bu elektroskopun köynəkləri də deyirlər. Bax belə. Hal-hazırda bizim elektroskopun vərəqləri bir-birinə paralel şəkildədir deyənə bu yüksüz elektroskopdur. Yüksüz elektroskop. Yazıram yerinə ki, yüksüz elektroskop. Yəni yükü tamamilə sıfırdır. İndi biz elektroskopa hansı işarəli yük versək, məsəl üçün, gətirib bir müsbət yüklü cisim toxundursaq, onda elektroskopun kürəsi də, vərəqləri də müsbət yüklənəcək. Müsbəti itələdiyinə görə vərəqlər bir-birindən aralanacaqlar. Deməli, yüksüz elektroskopa yüklü cisim yaxınlaşdırdıqda hansı cismin elektrik yükünə yüklənmişiksə, o elektrik yükünə sahib olacaq. Həm vərəqlər, həm də kürələr. Və vərəqlər bir-birindən aralanacaq. İndi yenə də həmin elektroskopa bu dəfə biz mənfi yük yükləmişik. Baxın, mənfi yük gətirdik. Onda elektroskopun kürəsi də mənfi yüklənəcək. Bax, bu çubuq da mənfi yüklənəcək. Lövhələr də mənfi yüklənəcək. Onda yenə mənfi itələdiyinə görə vərəqlər bir-birindən yenə aralanar. Yəni buradan nə anlayırıq? Anlayırıq ki, yüksüz elektroskopa hər hansı bir işarəli yüklü cisim toxundurduqda vərəqlər bir-birindən aralanacaqlar. İndi bunun ən maraqlısı nədir? Toxundurmadıqda nə olacaq? Ondan danışacağım sizə. Deməli, indi biz bu elektroskopu yenidən çəkməliyik. Çox təəssüf olsun ki, yenidən çəkməliyik. Bu ştativdir yenə. İndi nə olacaq? Bu elektroskopdur. Vərəqləri hələlik belə çəkirəm, qırıq-qırıq formada. Elektroskopun yanına, yaxınlığına müsbət yüklü cisim yaxınlaşdırırıq. Müsbət yüklü cisim yaxınlaşdırırıq, bax belə. Onda yaxın toxundurmuruq ha. Bu vərəqlərdəki nə qədər mənfi yük var, hamısı bax belə yuxarıya doğru çıxacaq. Çünki mənfi yük axı müsbəti cəzb eləyir. Bax, bu mənfi yüklər bu formada yuxarıya doğru çıxacaq. Onda elektroskopun kürəsi müsbət yüklənəcək. Vərəqlərdən, daha doğrusu mənfi yüklənəcək. Vərəqlərdən mənfi getdiyinə görə, onda vərəqlərdə müsbət yüklər qalacaq. Müsbət də müsbəti itələdiyinə görə, onda vərəqlər bir-birindən aralanacaq. Bu formada olacaq.
Və belə. Və vərəqlər müsbət yüklənəcək. Deməli, yüksüz elektroskopun yanına yüklü cisim yaxınlaşdırdıqda elektroskopun kürəsi mənfi, vərəqlər isə müsbət yüklənəcək. Dedim, niyə dediyimi bildiniz. İndi yenə elektroskop çəkirik. Yenə elektroskop çəkirik. Yenə həmən kürə, həmin vərəqlər. Bu dəfə biz elektroskopun yanına mənfi cisim yaxınlaşdırırıq. Toxundurmuruq ha, yaxınlaşdırırıq. Müsbət. Yox, yenə mənfi yük yaxınlaşdırır. Yaxınlaşanda nə olacaq? Elektroskopun kürəsində olan mənfi yüklər aşağıya qaçacaq. Çünki mənfi mənfini itələyir axı. Onda elektroskopun kürəsi müsbət yüklənəcək. Onda vərəqlərə mənfilər axdığına görə vərəqlər mənfi yüklənəcək və bir-birindən aralanacaqlar. Bax bu formada. Amma vərəqlər necə yüklənəcək? Vərəqlər mənfi yüklənəcək. Deməli, deməli, e, yüksüz elektroskopun yaxınlığına, kürəsinə mənfi yüklü cisim yaxınlaşdırdıqda həmin kürə müsbət, vərəqlər isə mənfi olacaq və vərəqlər bir-birindən aralanacaqlar. Burada konspekti sizə atacağıma görə elektroskopun iş prinsipini və bəzi sözlərini yazaq. Cisimlərin təkrarən yazaq ki, cisimlərin elektriklənməsini müşahidə etmək üçün istifadə olunur. İş prinsipi yüklənmiş cisimlərin qarşılıqlı təsirinə əsaslanır. Yüklənmiş cisimlərin qarşılıqlı təsirinə əsaslanır.